Bugün paytaxtın Yasamal rayonu ərazisində marşrut avtobuslarının iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Müzəffər Həsənov küçəsində metronun 20 yanvar stansiyasının qarşısında 3 avtobus toqquşub. Belə ki, Baku-Basa məxsus olan 14 saylı xəttin B7, 194 saylı xəttə məxsus olan King Long və 159 saylı xətt üzrə işləyən Isuzu markalı avtobuslar bir-birinə çırpılıb. Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə xeyli ziyan dəyib. Vətən müharibəsi şəhidi Əli Mehdizadənin kiçik qardaşı Əhməd Mehdizadə vəfat edib. Bu barədə jurnalist Kamil Həmzoğlu məlumat verib. 21 yaşlı Əhməd Mehdizadə bugün Lənkəranda uzun sürən xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, 2001-ci il təvəllüdlü Əli Mehdizadə 2020-ci il noyabrın 1-i Şuşa istiqamətində şəhid olub. Ölümündən sonra vətən uğrunda cəsur döyüşçü Şuşanın azad olunmasına görə, Xocavəndin, Kəlbəcərin azad olunmasına görə, şücaətə görə medalları ilə təltif edilib. Qusarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə dünən saat 10 radələrində Aşağı Ləgər kəndində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Ramik Carulluoğlu Müslümovun tək yaşadığı evin yataq otağında elektrikli qızdırıcı yanaraq əriyib. Hadisə nəticəsində o yatdığı yerdə kəskin qoxulu tüstüdən boğularaq ölüb. Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır. Bakıda ər-arvad dəm qazından zəhərlənib. Hadisə ötən gecə Sabunçu rayonu Nardaran qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Rəşad Əliyev və həyat yoldaşı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva evdə qazdan zəhərləniblər. Rəşad Əliyev hadisə yerində ölüb. Dilarə Əliyeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.